Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve vahlul ukdeten min lisani yefqahu qawli ve ba'd. Möhtərəm qardaşlarım, ən birinci özümə, sonra isə Allah Taala'dan haqq olan təqva ilə qorxmağı nəsihət edirəm. Haqq olan təqva Allah Taala'dan gizlində və aşkarda qorxmaq deməkdir. Gizlində və aşkarda qorxmaq adı təqvadır. Necə ki Allah Taala kitabında müttəqiləri, yəni təqvalıları sevdiyini bizə xatırladı və həmçində gözəl aqibətin, yəni gözəl sonluğun da təqva əhlinə, təqva ilə yaşayanlara olduğunu Allah Taala bizə bildirib. Və elhamdülillah Allah Taala bizə bu təqva ayını nəsib edib. Və sadəcə o Ramazanı. Və sadəcə bu təqva ayında, Ramazanda qardaşlarımızın dilində bir xəta var. O xəta haqqında qısa bir xatırlatma eləmək istəyirəm. Hərdən görürsən bəzi müsəlmanlar, bəzi qardaşlarımız Ramazanda rahatsızlıq axtarırlar. Qardaşlarım, Ramazan rahatsızlıq ayı deyil. Əgər kim ki Ramazanda rahatsızlıq axtarırsa, məhrum qalacaq. Çünki Ramazan ibadət ayıdır. Əgər kim ki Ramazanda rahatsızlıq axtarırsa, yuxusuzluq axtarırsa, rahat-rahat yatmaq axtarırsa, kölgəliklər axtarırsa, sərin yerlər axtarırsa, Ramazana məhrum qalacaq. Çünki zaten Allah Taala bizə möhlət verib, hər ilin 11 ayını bu cür yaşamağı bizə möhlət verib. Yeməyə də, içməyə də, qadınlara da, istirahətə də, kölgəyə də və s. Yalnız bir aydır. Hansı ki, o bir ayda Allah Taala bizdən ibadət istəyib. Yəni bu ayda rahatsızlıq axtaran, canının rahatsızlığını istəyənlər məhrum olurlar. Və Allahdan qorxan qardaşlarımızdan, xeyri əhli qardaşlarımızdan soruşsan, onlar buna şahidlik eləyərlər. Kim ki Ramazanda rahatsızlıq axtarıbsa məhrum olur. Çünki insan rahatsızlıq axtardıqca ibadətlərdən soyuyur. Çünki ibadətlər başqa nemətlər, Allah Taala'nın başqa bizə lütfləri nemət olduğu kimi, ibadətlər özü də özlüyündə bir nemətdir. Və bizim etiqadımıza görə, əhl-i-sünnənin etiqadına görə nemətlər əldən gedəndir. Heç bir nemət, yəni Allahın lütfu olan heç bir nemət əldə sabit qalmır. Sadəcə olaraq qorunur. Və bir şey ki qorunursa, qorunmasa gedir. Və ibadətlərin içində də, xüsusən də Ramazanda olan ibadətlərin içində özünə rahatsızlığı çox axtaran insanlara tənbəllik gəlir. Və tənbəlliyin nəticəsində Ramazan gedir. Subhanallahil-azim, 50 il, 60 il yaşayan insanlardan sən soruşsan, o 50 ili, 60 ili bir saata danışar. 1 saat vaxt çəkər. Heç bəlkə də çəkməz. Amma bir ay görüncə tez keçər. Ona görə də o bir ayda əgər kim axtaracaqsa o rahatçılığı, kim axtaracaqsa dincəlməyini, kim artıq Allahın kitabını oxumağı qısalda, başqa rahatsızlığını axtarsa onlar məhrum olacaqlar. Və həmişə də məhrum olurlar. Və həmişə də məhrum olublar. Və məhrum olmamaq üçün də qardaşlarım, bəzi insanların, bəzi qardaşlarımızın elədiyi xətalardan filankəs cavandır, onların ibadət edən vaxtıdır. Biz yaşlıyıq. Yaşlıların ibadəti, cavanların ibadətindən zəif olur. Bunlar vəsvəsədir. İbadət sevgi ilə əmələ gəlir. İbadət bir şeyin qədrini, qiymətini bilməklə əmələ gəlir. Əgər bir adam ki, ibadəti, yəni hər hansısa bir şeyə nisbət eləsə, ya cavanlığına, ya sağlamlığına, artıq məhrum olacaq o. Çünki bizim etiqadımıza görə, əhl-i-sünnənin etiqadına görə ibadətlər hamısı nədir? Allahın müvəffəqiyyətidir. Və müvəffəqiyyət deyilən bir şey də qardaşlarım, insanın Allahın yolunda yorulması ilə olur. Yorulmayan heç nə gəlmir. Yorulmayan heç nə gəlmir. Yorulmayan insanlara gəlsə tənbəllik gəlir. Bir də yuxu. Necə ki, sələflər deyərlər, onlara yemək haqqında soruşanda, çox yemək haqqında, deyir ki, çox yeyəndə adam çox içir, çox içəndə insan çox yatır. Ona görə də hətta Ramazanın özündə iftarları belə çox yemək insanı tənbəlləşdirir. Bəzi səbəblər var, tutmaq olar. Bəzi səbəblər var, onların istifadə etmək olar. Və qardaşlarım, xüsusilə də nəfsi sıxmaqla. Çünki hətta nə qədər sələflər varlar ki, onlar elm tələb etdikləri zaman, yazdıqları zaman, əzbərlədikləri zaman onlara gələn mürgünü, yəni yuxunun qarşısını almaq üçün kürəklərini açırdılar, soyuq yerə dayıyırdılar. Onlar bilirlər ki, istilik gəldikcə yuxu gəlir və yuxu aparacaq. Və onlar deyərlər ki, mümkün deyil. İnsanın çatmaq istədiyi hədəf böyük hədəf olsun və o kiçik əziyyətlərlə əmələ gəlsin.
Mümkün deyil. Kiçik əziyyətlə böyük hədəf əldə olunmur. Hətta bu subhanallah nəvim dünyada da belədir. Hətta işdə də belədir. Mümkün deyil kimsə böyük pul qazanmaq istəsin, kiçik əziyyət çəksin. Hətta o haram olsa da belə. Hətta o ruzi haram ruzi olsa da belə. Kiçik əziyyət çəkəndə kiçik pul qazanırsan, böyük əziyyət çəkəndə isə böyük pul qazanırsan. Və ibadətlər də həmçinin elədir. Əgər böyük şey isə qazanmaq istədiyin Allahın bağışlanmağıdır. Allah subhanahu wa ta'ala bağışlanmağının sonunu cənnətə bağlayıb. Və cənnət nə ilə vəsf edib? Eni yerlər və göylər qədər olan. Allah Taala demədi ki, uzunluğu. Dedi, eni yerlər və göylər qədər olan cənnətə tələsin. Və cənnətin ən kasıbından danışır. Peyğəmbər sallallahu əleyhi və səlləm. Cənnətin ən kasıbı bu dünya, onun 9 misli qədər olacaq mülkü. Yəni bu dünyada da varlı adam yoxdur. Cənnətin ən kasıbı odur. Yəni vallahi insan hətta Muhammed sallallahu əleyhi və səlləm desədi ki, cənnətin ən varlısı olacaq, hətta onu dəyərdi. Ona görə qardaşlar, yəni bu ayı əldən vermək olmaz vəsvəsələrlə. Çünki hər bir məhrumiyyətin əvvəli vəsvəsədir. Rahatçılıq. Rahat olmaq lazımdır. Necə bəzi hərdən gəlir. Bəzi qardaşlar. Özünü yorma. Hə? Gözlərin ağrıyar. Şey eləmə. Nədir? Birdən nə olar? Birdən nə olmaz? Birdən ürəyin sıxılar. Amma başqa şeylərdə, boş-boş şeylərdə baxırsan ki, heç kim sənin mane olmur. Onsuz da zaten təəssüf olsun, görürük ki, həyatımızda nəsiyyət azalıb, xatırlatma azalıb və xüsusilə də bu Ramazana təsir göstərir. Əksinə təşviq etmək lazımdır. Müsəlmanları təşviq eləməlidir. Hətta yaşlıları belə. Çünki necə ki, az öncə xatırladıldığı kimi, bəzi insanlar deyirlər ki, cavanların işidir ibadət. Xüsusilə də istimrarlı, yəni davamiyyətli ibadətlər cavanlara aiddir. Belə bir şey yoxdur. Belə bir şey yoxdur. Muhammed sallallahu əleyhi və səlləm yaşlandığı zamanlarda peyğəmbərliyi tərk eləmədi. Yaşlandığı zamanlarda dəvət tərk eləmədi. Nə də sahabelər, nə də uzun ömürlü yaşayan sahabelər. Məsələn, Ənəs ibn Malik radiyallahu anhu Allah Rasulunun uzun ömürlü sahabələrindən idi. Yaşlandığı zaman dəvət tərk eləmədi. Elm verməyi, elm yaymağı tərk eləmədi. Əksinə, yaşlandıqca gücləndilər. Çünki iman cavanlıqla əldə olunan bir şey deyil. İman çalışmaqla əldə olunan bir şeydir. Elm çalışmaqla əldə olunan bir şeydir. Və uğur, nəcat çalışmaqla, istəklə əldə olunan bir şeydir. Hətta vallahi yatağında yatsan da belə bacararsan. Allah bizə müvəffəq elədi. Şeyx Rabini biz öz evində ziyarət elədik 2 dəfə. Vallahi yatdığı yerdə də oxuyurdu. O qədər xəstə idi ki, özünün belini qaldıra bilmirdi. Amma yatdığı yerdə də oxuyurdu. Ona görə də ibadət, elm, müvəffəqiyyətdir. Kim çalışırsa Allah ona verir. Çalışmayanlar nə qədər sağlam olsa da əllərindən alınır. Və Allah Taala'dan istəyirəm ki, bu Ramazan bizim üçün böyük bir fürsətləsin və bizi bu ayda bağışlasın, əfv eləsin. Və nə xeyirlər varsa bu Ramazanda Allah Taala'dan istəyirəm ki, o xeyirləri bizə asanlaşdırsın, yaxınlaşdırsın və bizi də o xeyirlərə həmçinin asanlaşdırsın, yaxınlaşdırsın. Allah ölkəmizi qorusun, müsəlmanları qorusun. Və kim ki, bu ölkəyə, müsəlman, başqa ölkələrə zərər istəyirlərsə, şər istəyirlərsə, Allah onların zərərlərini, şərlərini özlərinə qaytarsın. Amin. Ancaq Allah bilir. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahabətihi ecmaîn. Bəli.